Artıq dekabrın 7-si axşama doğru və 8-si günün birinci yarısına qədər olan müddət ərzində isə artıq Azərbaycan ərazisində hava şəraitində kəsim dəyişikliyi gözləmir. Yəni prosesin ən intensiv dövrü dekabrın 7-si və 8-sindən sonra gözlənilir. Çünki Aralıq dənizindən daşınan davamlı olaraq rütubətli hava axınları Qafqazda soyuq hava kütlələri ilə bir-birinə qarşılayacaq. Nəticədə dekabrın 8-i, 9-u, xüsusən də 9-unda yağıntılarda intensivləşmə ehtimalı var. Dekabrın 8-i axşama doğru Azərbaycanın xüsusən də Böyük Qafqaz rayonlarında, Dağlıq Şirvan ərazisində, Böyük Qafqazın şimal-şərq yamaclarında, yəni Quba, Qusar, Qaçmaz ərazilərində və Abşeronda yağıntılardan intensivləşmə gözlənilir. Aralıq dənizindən daimi olaraq nəm gördüyünüz kimi Kiçik Asiya arasına doğru daşınır və bu dekabrın 9-u artıq günorta saatlarına doğru bu sistem tədricən Xəzər dənizi ərazisindən Kiçik Mərkəzi Asiyaya doğru yaxınlaşacaq. Aralıq dənizinin şərqindən növbəti sistem dekabrın 10-unda aktivləşəcək və dekabrın artıq 10-u gündüz saatlarında yenidən intensiv xarakterli sistem Qafqaz regionuna doğru yaxınlaşacaq. Nəticədə dekabrın 10-unda Qafqazın cənubunda Azərbaycan arasında hava şəraitinin yenidən kəsim dəyişilməsi gözlənilir. Dekabrın 10-u axşama doğru yağıntılar yenidən azalacaq, lakin dekabrın 11-i artıq yenidən Aralıq dənizinin şərqində növbəti intensiv xarakterli ekstratropik siklon sisteminin ərazide aktivləşməsi fonunda dekabrın 12-sində Türkiyənin cənub-şərqində yağıntılarda yenidən intensivləşmə ehtimalı var. Lakin dekabrın 11-i və 12-sində Qafqazda yağıntılarda fasilə gözlənilir. Dekabrın 13-sində Azərbaycan zəmi rayonlarında qısa müddətli yağış yağması ehtimalı var. Dekabrın xüsusilə də 7-si axşama doğru artıq Qafqaz regionunda hava şəraitinin kifayət qədər kəskinləşməsi ehtimalı var. Çünki Aralıq dənizinin şərqində formalaşması gözlənilən intensiv xarakterli ekstratropik siklon sistemi tədricən dekabrın 7-sindən başlayaraq artıq Qafqaz regionuna doğru yaxınlaşacaq və şimaldan daxil olması gözlənilən soyuq hava kütlələri ilə bir-birinə qarşılaşması fonunda hava şəraitinin Qafqazda dekabrın birinci 10 günlüyün sonlarına doğru kifayət qədər kəskinləşməsi gözlənilir. Yağıntılar xüsusən dekabrın 7-si axşama doğru və 8-i, 9-u, 10-u günün birinci yarısına qədər olan müddət ərzində Qafqazda yağıntılar intensiv və güclü olacaq. Dekabrın artıq 7-si günün ikinci yarısına doğru gördüyünüz kimi Azərbaycan əvvəlcə qərb-cənub qərb rayonlarından başlayaraq yağıntılı sistem Qafqazın cənubuna daxil olacaq.